Salam qiymətli həmvətənlər. Yayın bu istisində sizdən bir söz soruşum. Bir neçə ay bundan əvvəl öldüyü Fəzail Ağamalı. O yadınızda qalıb, xatırlayırsınızmı onu? Xatırlayırsınızsa çox gözəl. Bilirsiniz də onun partiyası keçdi, Ana Vətən Partiyası qızına Günay Ağamalıya. Günay Ağamalı da hazırda həm də Milli Məclisdə deputatdır. Onu da bilirsiniz ki, Fəzail Ağamalının partiyası yaranışdan hakimiyyətpərəst olub. Hakimiyyətdə kim olub, hansı qüvvə olub, onu dəstəkləyiblər. Xüsusən İlham Əliyev, Heydər Əliyevin də amansız təbliğatçısı, dəstəkçisi idi. Hətta mənim yadımdadır ki, Heydər Əliyevin də, İlham Əliyevin də prezident seçkisi kampaniyası zamanı yapdan əvvəl namizədliyin Fəzail Ağamalı və onun partiyası verirdi. İndi görün nə baş verib. Dünən oxuyuram ki, Fəzail Ağamalının partiyanı miras alan qızı Günay Ağamalı İlham Əliyev bir dənə qurum yaradıb, siyasətçiləri avtobusla daşıyan, avtobus müxalifətinin konduktoru Ədalət Vəliyevlə görüşüb. Görüşüb çox yaxşı. Hər bir Azərbaycanlı, hər bir insan bir-birindən görüşə bilər. Ən maraqlı bunların elədiyi söhbətin mövzusudur. Nədən söhbət ediblər? Günay Ağamalı yazıb ki, onlar iqtidar, müxalifət, dialoqu, münasibətləri barəsində danışıblar. Və Günay Ağamalı yazıb ki, bu dialoq prosesində iştirak edən tərəflər arasında formalaşan açıq və etibarlı münasibətlər yüksək peşəkarlıq və siyasi mədəniyyət tələb edir. Dövlətin dialoq mühiti ilə bağlı təşəbbüslərinin siyasi partiyaların fəaliyyətində yeni inkişaf mərhələsinin formalaşmasına şərait yaratdığı bildirilib. Ondan sonra bunların ikisi də parlamentdə 10 müxalifət partiyasının təmsil edilməsinin siyasi pluralizmin inkişafına və ölkədə demokratik ənənələrin möhkəmlənməsinə töhfə verildiyini qeyd ediblər. Yəni bu iki cümlədən mən belə başa düşdüm ki, Fəzail Ağamalının vəfatından sonra Ana Vətən Partiyası öz siyasi kursunda kəskin radikal dönüş əldə ediblər və Ana Vətən Partiyası da müxalifətə meyllənib. Əks halda görüşdə bu müzakirədə iqtidar müxalifət mövzusunun nə adiyyatı var? Yeni Azərbaycan Partiyası ilə Fəzail Ağamalının partiyası ikisi də eyni siyasi qüvvəni, təfəkkürü, dünya görüşün tərənnüm edirlər. Bu partiya biz yaranışdan hökumət yönlü, iqtidar yönlü kimi tanımışıq və bununla müxalifətlə iqtidar arasında münasibətləri müzakirə etməyin heç bir mənası, anlamı yoxdur. Mən bunu oxuyandan sonra yadıma düşdü ki, 4-5 il bundan əvvəl Fəzail Ağamalı gilasın qiymətinin baha olmasından, hətta onun deputat kimi onu almağa çətinlik çəkməsindən şikayətlənmişdi. O zaman biz düşünürdük ki, bu qara gözlü idi, amma belə çıxır ki, Ana Vətən Partiyası elə o vaxtdan, Fəzail Ağamalının vaxtından, o gilas ala bilmədiyi günlərdən müxalifətə meyllənilmiş ki, indi onu da Günay Ağamalı bu açıqlaması ilə bizə göstərdi. Gözümüz aydın, Azərbaycanda yeni bir müxalifət partiyası da yarandı. Bax, deyirdilər, Əli Kərimli yeni müxalif qüvvələrin yaranmasının, liderlərinin yaranmasının qarşısını alır. Bəzi cəbhəçilər də buna qarşı çıxırdı, amma Əli Kərimlinin həbsindən heç bir il keçməyib, gül kimi çiçəyi burnunda bir müxalifət partiyası yarandı. Hamınızı təbrik edirəm.